Ölkədə istismar müddəti başa çatan və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiya prosesi davam edir. Proqramın tətbiqindən sonra ölkədə minlərlə avtomobil dövriyyədən çıxarılıb. Vətəndaşlara isə güzəştlər və ödənişlər təqdim olunub. Hazırda ölkə üzrə 4 müxtəlif ünvanda utilizasiya mərkəzi fəaliyyət göstərir. Ölkəmizdə hər il minlərlə nəqliyyat vasitəsi köhnəlmə və yol nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız vəziyyətə düşür. Statistik göstəricilərə görə hazırda respublikada hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Hazırda Bakı, Abşeron, Sumqayıt və Gəncədə fəaliyyət göstərən 4 utilizator istifadəyə yararsız avtomobillərinin qəbulunu həyata keçirir. Prosesin vətəndaşlar üçün daha əlçatan olması məqsədi ilə elektron portalda istifadə verilib. Avtomobillər utilizasiya prosesinə cəlb olunmamışdan öncə onların yararlı hissələri burada götürülür. Daha sonra hissələrə ayrılması üçün bu müəssisədə bu formada əlvan və qara metallara eyni zamanda kapron hissələrə ayrılır və bundan sonra sonda avtomobillərin hissələri, yəni utilizasiya olunmuş avtomobillər metal əritmə zavodlarına təhvil verilir. Avtomobil sahibləri əvvəlcə nəqliyyat vasitələrini dövlət qeydiyyatından çıxarmalı, daha sonra isə elektron portal vasitəsilə müraciət edərək avtomobili qəbul məntəqəsinə təhvil verməlidirlər. 2024-cü ildə 1966, 2025-ci ildə 19840 nəqliyyat vasitəsi dövriyyədən çıxarılmışdır. Utilizasiyaya təqdim edilən nəqliyyat vasitələrinə görə vətəndaşlara təsdiq edici sənəd verilir. Bu sənəd əsasında birdəfəlik ödəniş almaq və yerli istehsal olan yeni avtomobilin alınması zamanı güzəştdən yararlanmaq mümkündür. Bəs utilizasiyaya görə qiymətlər necə tənzimlənir? Bizim gündəlik istifadəmizdə olan, daha çox yol hərəkətində olan, oturacaq sayı 8-dən az olan minik nəqliyyat vasitələri üzrə güzəşt məbləği 1500 manat məbləğində müəyyən edilibdir. Eyni zamanda oturacaq sayı 8-dən çox olan və maksimal icazə verilən kütləsi 5 tonu aşmayan nəqliyyat vasitələri, bunlar M2 təsnifatına aid edilir. Onlar üzrə isə güzəşt məbləği 2000 manat məbləğində müəyyən edilir. Oturacaq sayı 8-dən artıq və həmçinin maksimal icazə verilən kütləsi 5 tonu aşan minik nəqliyyat vasitələri isə M3 təsnifatına aid edilir ki, güzəşt məbləği 3000 manat məbləğində müəyyən edilib. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti tərəfindən ötən ilin oktyabr ayından indiyədək 30 min nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib. İstifadəyə yararsız və ekoloji cəhətdən təhlükə yaradan avtomobillərin dövriyyədən çıxarılmasından məqsəd həm yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həm də ekologiyaya vurulan zərərin qarşısının alınmasıdır. Qeyd edək ki, 3 il ərzində 4 utilizasiya mərkəzində 30 min avtomobilin utilizasiyası həyata keçirilib. Bugün isə bu mərkəzdə elə 30 mininci avtomobil utilizasiya olunacaq. Proqram çərçivəsində 1687 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsi güzəştlə satılıb. Vətəndaşların bank hesablarına isə 1 milyon manatdan artıq bir dəfəlik ödəniş köçürülüb. Bir şəxs 1500 manatlıq təsnifatlı nəqliyyat vasitəsini utilizasiyaya təqdim edibsə 10 ədəd, bu 15 min manat güzəştə bərabər olur ümumilikdə və həmin 10 sənəd əsasında yerli istehsal nəqliyyat vasitəsini 15 min manat endirimlə əldə etmək mümkündür. Məlumat üçün bildirək ki, utilizasiyaya təkcə minik və yük maşınları deyil, həmçinin texnoloji nəqliyyat vasitələri və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları da cəlb olunur. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.